Travma və şok zamanı niyə ağzımız söz tutmur? Elmi açıqlamasını biləcəksiniz, əgər sona qədər bizə baxsaz. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır, studiyada Günel İbadovadır. İndi isə digər xəbərlərin anonsları ilə tanış olaq. Kişilər yox ola bilər. Genetik sabitlik sual altındadır. Travmanı xatırlayanda beynin danışıq mərkəzi sönür. Alimin MRT tədqiqatı şok nəticə verdi. Ağrı var, sözlər yoxdur. İnsan papilloma virusu peyvəndi uşaqlıq boynu xərçənginə qarşı qorumanı təmin edir. Yüksək effektivlik müşahidə olunur. Eyni evdə yaşayanlar bağırsaq bakteriyalarını bir-birinə ötürür. Araşdırma. Uzaqdan işləyənlər psixoloqlara daha çox müraciət edir. Araşdırma. Alimlərin yeni araşdırması sübut edir ki, HPV əleyhinə xanımların vurdurduğu vaksinlər uşaqlıq boynu xərçəngindən də qoruyur. Detallara baxaq. Böyük Britaniyada aparılan yeni araşdırma insan papilloma virusuna qarşı peyvəndin uşaqlıq boynu xərçənginin qarşısının alınmasında yüksək effektivliyə malik olduğunu göstərib. Mütəxəssislərin sözlərinə görə peyvənd proqramı sayəsində son illərdə bu xəstəlikdən ölüm hallarında nəzərə çarpacaq azalma qeydə alınıb. Araşdırma nəticələri HPV peyvəndinin xərçəngin yaranmasına səbəb olan yüksək riskli virus tiplərinə qarşı güclü qoruma təmin etdiyini təsdiqləyib. Alimlər hesab edir ki, peyvəndin yeniyetmə yaşlarında tətbiqi gələcəkdə minlərlə xərçəng hadisəsinin qarşısını ala bilər. İnsan papilloma virusu təkcə uşaqlıq boynu xərçəngi ilə əlaqəli deyil. Virus həmçinin ağız boşluğu, boğaz, baş və boyun nahiyəsində yaranan bəzi xərçəng növlərinin inkişafına da rol oynayır. Buna görə də peyvənd həm qızlar, həm də oğlanlar üçün vacib hesab edilir. Ekspertlər valideynləri uşaqların HPV peyvəndi ilə vaxtında immunlaşdırılmasına diqqət yetirməyə çağırır. Onların fikrincə, peyvəndləmə xərçəng ilə mübarizədə ən təsirli profilaktik tədbirlərdən biridir. Y xromosomları getdikcə öz gücünü itirdiyi üçün, müxtəlif virusları özündə birləşdirdiyi üçün çox güman ki, bir neçə min illikdən sonra dünyada kişilərin həyata gəlməyi biraz müşkül məsələyə çevriləcək. Detalları mütəxəssisdən dinləyək. Genetika sahəsində aparılan yeni müzakirələrdə kişilər yox ola bilər. Genetika sahəsində aparılan yeni müzakirələrdə Y xromosomunun uzun müddətli təkamül prosesində zəifləyə və bəzi növlərdə tamamilə yox ola biləcəyi ehtimalı yenidən gündəmə gəlib. Bu fikir xüsusilə bəzi gəmirci növlərində Y xromosomunun itməsi və cinsiyyətin alternativ genetik mexanizmlərlə müəyyən olunması faktlarına əsaslanır. Nature və digər elmi jurnallarda yayımlanan tədqiqatlar bəzi məməli növlərində Y xromosomunun demək olar ki, tamamilə itməsi hallarını sənədləşdirib. Məsələn, Tokudaya tipli bəzi siçan növlərində klassik Y xromosomu olmadan cinsiyyətin başqa genetik yollarla tənzimləndiyi müəyyən edilib. Alimlər bildirirlər ki, insanlarda Y xromosomu təkamül tarixində milyon illər ərzində kiçilmiş və bir sıra genlərini itirmiş olsa da, hazırda kişi cinsiyyətinin inkişafını idarə edən əsas gen funksional olaraq qalır. Bu gen embrionda kişi inkişaf yolunu başladan əsas açar rolunu oynayır. Tədqiqatçılar vurğulayırlar ki, Y xromosomu tamamilə yoxa çıxsa belə, təkamül prosesində bu funksiyanı əvəz edən yeni genetik sistemlərin yaranması mümkün olacaq. Bir evdə yaşayan insanların bakteriyaları, virusları da doğmalaşır və əksərən onların mikrobiyomları eyniləşir. Səbəbini isə bu maraqlı araşdırmanın cavablarından biləcəksiniz. Eyni evdə yaşayanlar bağırsaq bakteriyalarını bir-birinə ötürür. İtaliyanın Trento Universitetinin alimləri müəyyən edib ki, eyni evdə yaşayan insanlar yalnız məkanı deyil, həm də mikrobiyomlarını paylaşırlar. Yeni araşdırmaya görə birlikdə yaşayan şəxslər bağırsaq mikrobiyomunun təxminən 19%-ni, ağız boşluğu mikrobiyomunun isə 26%-ni ortaq şəkildə daşıyır. Romantik tərəfdaşlarda isə bu göstərici daha yüksəkdir. Onlar ağız bakteriyalarının orta hesabla 44%
faizini paylaşırlar. Tədqiqat çərçivəsində alimlər 1644 ağız və nəcis nümunəsini analiz edərək mikroorqanizmlərin insanlar arasında necə yayıldığını araşdırıb. Nəticələr göstərib ki, eyni evdə yaşayan şəxslər arasında bakteriya mübadiləsi, gündəlik təmas, ortaq məişət mühiti, birgə yemək hazırlığı və digər sosial əlaqələr vasitəsilə baş verir. Araşdırmada diqqət çəkən məqamlardan biri də asan ötürülən bəzi bakteriyaların ikinci tip diabet, ürək-damar problemləri və kolorektal xərçənglə əlaqələndirilməsi olub. Tədqiqat müəllifləri hesab edir ki, bu mikroorqanizmlər yeni orqanizmlərdə məskunlaşmağa daha yaxşı uyğunlaşdıqları üçün daha sürətlə yayılır. Uzaq məsafədən sərbəst qrafiklə evdən işləyənlər daha çox psixoloqa müraciət edirlər. Deyinə-deyinə hər gün səhər getdiyimiz işin əslində psixikamızı qoruduğunu bilirdinizmi? Baxaq. Uzaqdan işləyənlər psixoloqlara daha çox müraciət edir. Science jurnalında dərc olunan yeni araşdırma göstərib ki, freelans işləyən əməkdaşlar ənənəvi iş yerlərində çalışanlarla müqayisədə psixoloq və digər psixi sağlamlıq mütəxəssislərinə daha çox müraciət edir. Tədqiqatın nəticələrinə görə evdən işləmək insanların daha çox tənhalıq hissi aşılayır, narahatlıq və depressiya əlamətlərinin artmasına səbəb olur. Araşdırma 2011-2024-cü illər ərzində Amerika Birləşmiş Ştatında 588 mindən çox işçinin məlumatları əsasında aparılıb. Alimlər müəyyən edib ki, pandemiyadan sonra uzaqdan işləməyə keçən şəxslər gün ərzində daha çox vaxt tək olur. Onların psixoloji vəziyyəti pisləşir və psixi sağlamlıq xidmətlərindən istifadə halları artır. Tədqiqat müəllifləri bildirib ki, işçilərin əksəriyyəti uzaqdan işləməyə üstünlük versə də, bu model sosial əlaqələrin azalmasına gətirib çıxarır. Mütəxəssislər hesab edir ki, insanlarla gündəlik ünsiyyət psixi sağlamlığın qorunması üçün vacibdir. Ekspertlər freelans işləyən şəxslərə sosial aktivliklərini artırmağı, dostlar və həmkarlarla daha çox ünsiyyət qurmağı tövsiyə edir. Alimlər həddindən artıq ağır travması olan insanları MRT-yə yerləşdirir və bu zaman beyinlərində gedən prosesi öyrənmək üçün həmin qorxulu anı xatırlamaqlarını istəyirlər. Nəticədə məlum olur ki, məhz MRT-də travma ya da düşən anda danışıq mərkəzi tamamilə bloklanır. Bəlkə də qəhərdən susmağın da səbəbi elə budur. Çox maraqlı xəbərdir, birlikdə baxaq. Travmanı xatırlayanda beynin danışıq mərkəzi sönür. Amerikalı psixiatr və travma tədqiqatçısı Bessel van der Kolk posttravmatik stres pozuntusundan əziyyət çəkən insanların beyin fəaliyyətini araşdırarkən maraqlı nəticə əldə edib. MRT müayinələri zamanı iştirakçılardan yaşadıkları ağır travmatik hadisələri xatırlamaları istənilib. Müayinələrin nəticələri göstərib ki, travma ilə bağlı xatirələr aktivləşdikdə beynin nitq və fikirləri sözlərə çevirməkdən məsul olan broka zonasında fəaliyyət kəskin şəkildə azalır. Bəzi hallarda bu sahə demək olar ki, tamamilə sönmüş vəziyyətə düşür. Mütəxəssislər hesab edirlər ki, məhz buna görə travma yaşamış insanlar hiss etdikləri ağrını və qorxunu sözlərlə ifadə etməkdə çətinlik çəkirlər. Onlar hadisəni yenidən yaşayır, ürək döyüntüləri sürətlənir, bədən təhlükə siqnalları verir. Lakin yaşadıklarını izah etmək üçün söz tapa bilmirlər. Alimlərin fikrincə travma yalnız xatirələrdə deyil, bədənin fizioloji reaksiyalarında da iz qoyur. Buna görə müasir psixoterapiya üsullarında təkcə danışıq terapiyası deyil, nəfəs məşqləri, bədən yönümlü terapiya və digər metodlardan da istifadə edilir. Araşdırmanın nəticələri göstərir ki, insan bəzən yaşadığı ağrını unutduğunu düşünsə də, beyin və bədən həmin hadisənin izlərini uzun müddət qoruyub saxlaya bilir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.